İyul ayının enləri, en romantik bürcdən, en parlayan bürcdən, en şanslı bürcə kimi. Və mən bu videonu izleyen şəxsin yerində olsaydım, videonun sonuna kimi izləyərdim. Nəyə görə? Biz normalda bürclərə baxarkən və s. sadəcə doğulduğumuz tarixin bürcünə baxırıq. Məsələn, 5 iyul mən xərçəng bürcüyəm. Tutaq ki deyirəm və sadəcə xərçəngə baxıram. Amma bizim doğum tariximizdə, doğum xəritəmizdə bütün bürclər var. Venera bürcümüz, Merkuri bürcümüz, Pluto bürcümüz və bunların hamısı bizim doğum xəritəmizdə əks olunmuşdur. Və bürc normalda sadəcə günlük və həftəlik oxuduğunuz rəylərdən təbii ki də bunlara bağlı deyil. Sizin öz bürcünüzün olduğu kimi ay bürcünüz və yaxud digər hər hansı bir planet bürcünüz olur. Və bu təbii ki də doğum xəritənizə görə fərqlənir. Mən bununla bağlı videonun sonunda məlumat verəcəm. İndi isə gəlin bürclərin ənlərinə baxaq. İyul ayı olduqca göy üzündə hərəkətli, sevgi dolu, biraz da duygusal bir ay olacaq. Və iyul ayının en şanslısı, en çok parlayanı şir bürcləri. Nəyə görə? Çünki Günəş 23 iyul tarixində şir bürclərinə keçir. Və bu da sizə en böyük bombanı gətirir. Həm Merkuri, həm Venüs, həm Günəş bu ay şir bürcündə olacaq. Və bu da sizə həddindən artıq yüksək karizma və mərkəzdə olmaq, insanları özünüzə tərəf çəkmək, insanlara qarşı güvən vermək və s. kimi böyük fürsətlərlə gələcək. Sosial ortamlarda özünüzün parlayan spot işıqlarınızı bildiyiniz insanların üstündə əks olunacaq və o mükəmməl danışıq tərzinizlə və xasiyyətinizlə insanlara böyük təsir eləyəcəksiniz. Amma sizlərə tövsiyə, göy üzünüzdə tövsiyəsi qüruru buraxın və böyüklük edin və digər insanların da sizə böyüklüklə gəlməsini çalışın. Və ayın ən romantiyi, ən flörtözü xərçəng bürcü. Nəyə görə? Çünki İyul ayının böyük bir qismi Günəş sizin evinizdə parıldayacaq. Və bu sizin üçün sevgi, estetika və s. kimi bir məqamlarda sizin özünüzü göstərməsinə təsir eləyəcək. Və bundan əlavə olaraq da iyul ayı siz sadəcə romantika, sevgi, ikili münasibətlər və həddindən artıq ehtiraslı mövzular və s. kimi mövzularda özünüzü görəcəksiniz və bu mövzularda şanslı olacaqsınız. Birisinə çox bağlanacaqsınız və bundan əlavə birisi də sizə həddindən artıq çox bağlana bilər. Bağlama və bağlanma mövzularında çox şanslı olacaqsınız sevgili xərçəng bürcləri. Və bunu da yaddan çıxarın ki, bunu da yadınızda saxlayın ki, iyul ayının ilk birinci yarısı, yəni ilk 15 günü bütün evrən, bütün Günəş sizin üçün parlayacaq və sizin üçün çalışacaq. Bəli. Və iyul ayının ən çalışqanı, ən çox karyerasında qaçanı tərəzi bürcləri. Nəyə görə? Çünki sevgili tərəzi bürcləri, iyul ayı sizin üçün enerji və aksiyon ayları ay olacaq. Nəyə görə? Çünki Mars bu ay xərçəng bürcündə ilərlərkən bu da sizin 10-cu evinizə təsir eləyir. Yəni belə deyim, toplumsal statü, insanlar, mərkəzdə olduğunuz ortamlar və s. kimi mövzularda olacaqsınız sevgili tərəzi bürcləri. Və bu da sizdə yepyeni qərarlar, yeni iş ideyaları və yaxud insanlar haqqında yeni bir məlumat edinmə və s. kimi mövzularda sizə çox güclü təsir edəcək və bu mövzularda çox şanslı olacaqsınız. Və bundan əlavə iyul ayının ən çox pul qazanan bürcü əkizlər. Nəhayət şans da mənim üzümə güldü deyə bilərsiniz əkizlər bürcüləri. 2026-cı il aprel ayı etibarı ilə Uran planeti artıq sizin bürcünə keçmişdir. Və bundan əlavə də
Xərçəng bürcündəki planetlərin yoğunluğu sizə pul, maddiyyat qaynaqlarında yeni qazanclar və yeni dəyər, maddi anlamda dəyər anları qazandıracaq və bu da sizin ikinci evinizə təsir eləyəcək. İkinci ev nədir? Daha çox necə qazana bilərəm, daha çox hardan gətirə bilərəm və s. kimi mövzuları beyninizdə bir aksiyon kimi bu mövzuları düşünəcəksiniz sevgili əkizlər bürcləri. Və bundan əlavə pul, belə deyim, pul yığma, yatırım eləmək, bunun üstünə qoyum, bunu alım. Məsələn, maşınım var idi, biraz da pul yığım, satım, olan pulumdan daha yaxşısını alım, ev alım kimi mövzularda, həm bu mövzularla iyul ayınızı keçirəcəksiniz sevgili əkizlər bürcləri, həm də bu gün mövzularda çox şanslı olacaqsınız. Və iyul ayının ən çox sekretini, ən sirli, ən içinə dönən bürcü qız bürcləri. İyul ayının ənləri dərkən, iyul ayının ən içinə dönən bürcü sizsiniz. Nəyə görə? Çünki sizin idarə edici planetiniz, yəni Merkuri və Venera Şir bürcünə keçiş eləyir. Və bu da sizin xəritənizdə, doğum xəritənizdə ikinci evinizi hərəkətləndirir. Yəni içsəl bağlar, yəni insanlarla yeni əlaqə qurmaq yerinə biraz içimə dönüm, keçmişə baxım, keçmişdə yaşadıklarımı düşünüm, onlardan dərs alım, keçmişdə danışdığım insanlara baxım və s. Bu kimi mövzuları tetikləyəcək və biraz spiritual mövzularla maraqlanmaq istəyəcəksiniz. Biraz yaratıcı olmaq istəyəcəksiniz. Bir kitabı, məsələn, yeni bir kitaba başlamaq istəyəcəksiniz və bu kitabı, məsələn, oturdum kitab oxuma, uca 7-8 səhifəsini oxumuşam və yaxud bir kitabın yarısını uca bugün bitirmişəm kimi mövzularda olacaqsınız. Və iyul ayının ən çox gəzəni, ən çox vizioneri əqrəb bürcləri. İyul ayında bilirsiniz ki, iyul ayı su elementində olacaq, xərçəng bürcündə və siz də su elementisiniz sevgili əqrəb bürcləri. Bu da sizin 9-cu evinizə hərəkətləndirəcək. Yəni uzaq yollar, akademik işlər, bir necə deyim, belə hər hansı bir işə başvurun və yaxud yeni bir təhsil sistemi, yeni bir dil öyrənin və s. kimi mövzularda göy üzü tərəfindən dəstəklənəcəksiniz sevgili əqrəb bürcləri və birazcıq səyahətə çıxmaq, gəzmək istəyəcəksiniz. Yəni iyul ayının ən çox gəzəni sizsiniz. Bəli, və bugünlük videom bura qədər idi. Bunun part 2'sini də çəkəcəm, amma hələ ki göy üzündə aktiv və bu aktivliyini daha çox başa vuran bürclər hələ ki sizsiniz. Və bundan əlavə mən nəyə görə başda videonu sonuna qədər dinləyin dedim. Deməli, hər bir insan astrologiya artıq isbatlanmış, sübutlanmış bir elm sahəsidir. Hər bir insan profesional bir astroloq tərəfindən mütləq öz doğum xəritəsini bir astroloqa rəylətməlidir. Nəyə görə? Çünki bizim planetlərimizdə xüsusi dərəcələr yerləşir, xüsusi evlər yerləşir və bunlar fərqli planetlərdə və fərqli bürclərdə ola bilər. Və əgər siz də bunu dəqiq bilmək istəyirsinizsə, TikTok hesabım Astrotita mənimlə əlaqə saxlaya bilərsiniz. Bir təkim mən sizin doğum xəritənizi çıxaracağam və sizin üçün düzgün karyera, sizin üçün düzgün partner, sizin üçün ən şanslı dönəmlər və sizin karmik bağlarınız, sizin şanslı olacağınız anlar və mövzularla bağlı danışasıyıq sevgili insanlar. Bugünkü videom bura qədər idi. Sağ olun, salamat qalın.